Müasir Amerikalı psixoloq var, professor Dan Ariely. O deyir ki, onun bir kitabı var, bu yaxınlarda oxudum, Mükafat, Payoff. İngiliscə belə gedir. Deyir ki, 18-ci əsrdə Adam Smith gəldi, Millətlərin Sərvəti kitabını yazdı. Hələ təzə başlayırdı ticarət, sənayeləşmə hələ başlamamışdı. 18-ci əsrin axırlarında başladı birinci sənaye inqilabı. Baş tutdu. Hələ əvvəllər idi. Adam Smith'in kitabında, iqtisadiyyat kitabında dəyərlərdən söz açılmır, görmürük biz. O deyir. Əsas biznesdir. Düzdür, Adam Smith'in kitabını həm də əxlaq fəlsəfəsi kitabı adlandırırlar. İndi o başqa prizmadan. Amma 19-cu əsrdə Dan Ariely yazır o kitabında. Karl Marx gəldi və dedi ki, işçi biganələşir işə. Biganəlik terminini gətirdi. Bu artıq dəyərdir. Bu biznesdə, işdə dəyərdir və işçi o dəyərə sahiblənməlidir. İşini özünkü bilməlidir. Deməməlidir ki, əşi mənə nə dəxliyə, başqa adamındır da, mən sadəcə burada işçiyəm. Yox, yox. Bu həm də sənin özünündür. Biganə olma işinə.